Ə, Deməli, yarımçıq qaldı, başlayaq. Soyun paltarını, al mənim paltarımı gey. Get dəyirman donuzluğunda gizlən. Mən Koroğlunun ağzını yana salaram, çıxıb gedər. Sala bilməsəm də qoy məni öldürsün. Sən yazıqsan, uşaqların yetim qalar. Mən subay adamam. Dəyirmançı tez paltarını çıxarıb onun paltarını geydi. Qaçıb donuzluğa girdi. Həmzəyə də ki, elə bu lazım idi. Tez onun paltarını geyib dəyirmanın içinə girdi. Özünü cubbadan unluğun içinə salıb, üz-gözünü o ki var una buladı. O tərəfdən Koroğlu özünü dəyirmanın qapısına getirib çağırdı ki, ay dəyirmançı, çölə çıx. Keçəl Həmzə dəyirmançı paltarında qapıya çıxıb soruşdu, nə buyurursan? Mənə görə nə qulluq? Koroğlu dedi, indicə mənim qabağımda buraya gələn atlı necə oldu? Keçəl Həmzə dedi, odur, girib içəridə dəyirmanın donuzluğunda gizlənib. Bilmirəm nə işi var. Səni görən kimi qaçıb donuzluğa girdi. Koroğlu atdan sıçrayıb düşdü, dedi. Bir bu atı saxla görüm. Həmzə atı tutdu. Koroğlu dəyirmana girdi. Ağzını donuzluğa tutub dedi. Ay keçəl, belə çıx. Dəyirmançı biraz da o yana çəkilib dedi. Haraya çıxım? Mənim sənin ilxının qoturuna dərman olası beynim yoxdur. Ölsəm də çıxmaram. Koroğlu dedi, ay keçəl, qotur nədir, beyin nədir? Belə çıx, səninlə işim çoxdur. Koroğlu gördü ki, yox, bu öz xoşu ilə donuzluqdan çıxmaq istəmir, irəli yerdi. Dəyirmançı qorxub lap dibə çəkildi. Koroğlu bir addım da irəli atdı. Dəyirmançı qorxudan lap küncə qısılmaq istəyəndə paltarı ilişib dəyirmanın çarxına. Çarx az qalmışdı ki, dəyirmançını bir təhər eləsin ki, Koroğlu aman verməyib cəld onun qıçından tutdu, çəkdi bayra. Baxdı ki, Həmzə nə gəzir? Bu dəyirmançıymış. Başa düşdü ki, Həmzə onu aldadıb. Tez bayra tullandı. Eşit gör indi Həmzə neylədi. Keçəl Həmzə çənli beldə Dürata baxdığı zaman Qıratın da yan yörəsinə hərlənib özünə mehriban eləmişdi. Bir də Qıratın belə bir xüsusiyyəti vardı ki, Koroğlu onun yiyəni kimə tapşırsaydı, ona üzəngi verərdi. Yəni bilirsiniz necə? Koroğlu atı kimə tapşırırdısa, at onda qala bilirdi. Normalda yoxsa at heç kəsdə dayanmırdı. Deməli, o başa düşdü ki, Həmzə onu aldadıbdı və tez bayra tullandı. Eşit gör indi Həmzə neylədi. Keçəl Həmzə çənli beldə Dürata baxdığı zaman Qıratın da yan yörəsinə hərlənib özünə mehriban eləmişdi. Bir də Qıratın belə bir xasiyyəti vardı ki, Koroğlu onun yiyənini kimə tapşırsaydı, ona üzəngi verərdi. Odur ki, Koroğlunun başı içəridə dəyirmançıya məşğul olan müddətdə Həmzə Qıratın gözlərini tumarlayıb minmişdi. Koroğlu dəyirmandan çıxıb baxdı ki, Keçəl Həmzə Qıratın belində dəyirmandan biraz aralı durub. Koroğlu bəş qəzəbləndi. Misri qılıncı çəkib hücum eləmək istədi. Ancaq baxdı ki, bundan bir fayda olmayacaq. Qırad ayağını götürsə, ona heç quş da çata bilməz. Başladı onu dilə tutmağa, dedi. Çaloğlan, atı yeyin sürmüşəm, tərləyib, elə minib incitmə. Düş al yədəyinə, biraz gəzdir, təri soyusun. Həmzə dedi, eybi yoxdur. Mən elə yavaş-yavaş sürüb gedəcəyəm, soyuyar. Bunu deyib Həmzə başladı atı gərdişə gətirməyə. Koroğlu baxdı ki, Həmzə at minməkdə çox naşıdır. Yüyəni qorxudan elə dartıb ki, az qala dəhnə, az qalır atın cəvcələrini kəssin. Koroğlunun ürəyi tablamadı, dedi. Canım Həmzə, gözüm Həmzə. Həmzə incitmə Qıratı. Budur sənə sözüm Həmzə, incitmə Qıratı. Qıratdır mənim dirəyim, əriyər qalmaz ürəyim, sən olasan duz çörəyim, Həmzə, incitmə Qıratı. Qırat mənim iki gözüm, belə dərdə necə dözüm, Həmzə sənə budur sözüm, oğul incitmə Qıratı. Eşidər paşalar, bəylər, şadlıq xəbərin söylər, Koroğlu iltimas eylər, bala, incitmə Qıratı. Deməli, bunları yadda saxlayın ki, bunlar nə zaman deyilibdir? Həmzə dedi, Koroğlu, igidliyin var, adın sanın var, mərd adamsan, bir ay süfrənin qırıq quruğundan yemişəm. Onu niyə dilə gətirib başımıza vurursan? Heç sənə yaraşan sifət deyil. Bir də bir at nədir ki, onun üçün bu qədər yalvarıb yaxarsan? Koroğlu dedi, Həmzə, mən bilirəm ki, sən bu aparıb saxlayan minən deyilsən. Düzünü də görüm səni kim öyrədib göndərib. Həmzə dedi, Koroğlu, eşit və acaq ol. Mən çənli beldə sənə nə demişəmsə hamısı doğrudur. Bu keçə bu baş dünyaya mənə dar eləyib. Bir adam rəğbət eləyib məni qapısına qoymur. İndi bu atı aparam, Toqatda verəm Hasan Paşaya, bəlkə bu yolla bir ağacına çatam. Koroğlu dedi, bu tədbir Hasan Paşanındır, ya elə sən özün bu fikrə düşmüsən? Həmzə dedi, xeyr, Hasan Paşanındır. Məni o göndərib.
Koroğlu dedi, bala, indi ki belədir, düş atı ver özümə, dünya malından nə deyirsən, nə qədər pul istəyirsən sənə verim. Həmzə gülüb dedi, Koroğlu, sən dünya görmüş adamsan. Niyə sən bilmirsən ki, keçəli Allah da aldada bilməz? Yaxşı, mən atdan düşəndən sonra sən Koroğlu məni sağ buraxarsan? Yox, aşına üz vurma, keçəl suya getməz. Koroğlu dedi, ay Koroğlan, indi sən elə atı mənim əlimdən alıb aparıb Hasan Paşaya verəcəksən? Keçəl Həmzə dedi, Koroğlu, keçəl mərd olar. Mən sənin nəinki atını, heç bir tükünü də qıyıb Hasan Paşaya vermərəm. Mən bilirəm ki, sən axırda gəlib öz atına sahib olacaqsan. Mən ona görə də belə eləyirəm ki, ortada bir ağ günə çıxam. Nə vaxt ki, Toqata gəldin, at üzəngisini özüm basıb səni ona mindirəcəyəm. İndi day məni bağışla, getdim. Baxın, burada bir məsəl var, deyirlər ki, söz dəyirmandakıdır. Bax, burada dəyirmanda söz verir. Deyir ki, sən haçan gəlsən, mən atı özümü öz əlimdən sənə verəcəm. Və deyir, yolum uzaqdır. Koroğlu görür ki, Həmzə atı aparır. Deyir, Həmzə, indi yola gəlmirsən. Atı aparırsan, bari əylən, onun qiymətini deyim. Aldanıb ucuz verməyəsən. Bunu deyib Koroğlu sazı bastı döşünə dedi. Əylən deyim qıratımın qiymətin. 80 min sərkərdə malı da vermə. 80 min ağ tüşlü qəmər öyəcə, 80 min xəzinə pula da vermə. 80 min ılxıya, 80 min ata, 80 min mahaldan gələn barata, 80 min çotana, 80 min cütə, 80 min çotanlı çala da vermə. Həmzə dedi, Koroğlu, arxayın ol, mən atı dünya malına verməyəcəm. Hasan Paşa ilə şərtim var. Atı ona verib, onun kiçik qızı Dona xanımı alacağam. Koroğlu dedi, azalım, belə atı da bir qıza verərlərmi? Sazı döşünə basıb, aldı sözün axır xanəsini dedi. Koroğlu dövlətin endirsin düzə. Say götür hamısın 80 min güzə. 80 min gəlinə, 80 min qıza, 80 min ərcənə dula da vermə. Həmzə dedi, Koroğlu, mən işin olanını sənə dedim. İndi özün bil. Mənə nə ad verirsən ver, day mən gedirəm. Koroğlu dedi, Həmzə, indi ki belə oldu, apar get muradına çat. Ancaq mən gəlincə atı yaxşı saxla, qoyma incitsinlər. Sən ki bilirsən, at ki var, igidin qardaşıdır. Bu sözdə Koroğlunun ürəyi kövrəldi. Sazı yenə döşünə basıb dedi, Həmzə, atı yaxşı saxla. At igidin qardaşıdır, gündə müğayət ol, yoxla, at igidin qardaşıdır. Yay olanda dağa yollat, yaz olanda ifçin nallat, qış olanda məxmər çullat, at igidin qardaşıdır. Atı sevib bəslə körpə, hayqıranda çıxsın sarpa, hər yeyəndə 40 tas arpa, at igidin qardaşıdır. Uzaq-uzaq yollarla, beli ipək çullarla, hoqqa yarın nallarla, at igidin qardaşıdır. Məclis qurdum çoxlarından, dava etdim oxlarından, qara polad mıxlarından, at igidin qardaşıdır. Sərin-sərin yu suyuna, quyruğunu bağla muyuna, qoç Koroğlu çox öyünən at igidin qardaşıdır. Həmzə dedi, Koroğlu, arxayın ol, inşallah gələrsən, görərsən. Koroğlu dedi, Həmzə get. Amma mənim bu sifarişimi də Hasan Paşaya çatdır. Getdi o paşaya köç eləməsin. Qıratı gətirirəm, qala qoymaram. Qoşunun qıraram, varın taparam, ilxısında bir day qala qoymaram. İçmişəm badəni, indi meyxoşam. Qıratın dərdindən dəli sərxoşam, sözlərimi eşit, yaxşı bil paşam, dağıdıb ölkəndə qala qoymaram. Qoç Koroğlu haxışından yerisə, duman, çiskin dağlarını bürüsə, nə ki pərdə altda qızım var isə, gətirirəm birini, qala qoymaram. Həmzə dedi, gözüm üstə çatdırıram, ancaq sən tez gəl. Keçəl Həmzə bunu deyib, qıratı səyirtdi, gözdən etdi. Koroğlu düratı qaytarmağa gəlmişdi, qıratı da əldən verdi. Dəyirman qapısında yerə oturdu, aldı görək nə dedi. Çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu. Verdin qırı, aldın dürü, döy başına yan Koroğlu. Qırat əldən getdi barı, candan aldı, qaldı intizarı, üyüd arpa, buğda, darı, al şahadım sən Koroğlu. Uca dağları döşlətdin, ağır alaylar boşlatdın, 100 il lotuluq işlətdin, axır oldun xam Koroğlu. Qırat burdan getdi büyün, sinəmə vurdu dağ düyün. Gedim dəlilərə deyim, öl burada qal Koroğlu. Koroğlunun özü acıdır, atı da arpasız. Dəyirmançı da suyu sovuq qaçmışdı.
Çoroğlu gecəni ac susuz yatdı. Elə ki sabah açıldı, bir də baxdı ki, bir kişi qabağında iki yüklü öküz gəlir. Kişi gəlib yetişdi. Bir Koroğluya baxdı, bir paltar-maltarına, şəst-bəstinə baxıb dedi: "A qardaş, dəyirmançı hanı?" Koroğlu dedi: "Dəyirmançı yoxdur. İndi dəyirmanda mən dururam." Kişi inanmadı, amma Koroğlu da macal vermədi. Bayaq öküzlərin üstündən çuvalları düşürüb dəyirmana apardı. Sonra kişidən soruşdu: "Qardaş, bunların içində heç arpa varmı?" "Mənim atım arpasızdır. Qorxuram damaq ola. Biraz ona arpa verim, yesin." Kişi dedi: "Çuvalların ikisi də arpadır, ikisi də buğda." Koroğlu baxdı ki, arpa çuvalları yarım çıxdı. Tez ikisini qarışdırıb bir çuval elədi. Düratın qabağına qoydu. Kişi istədi qoymasın, Koroğlu ona bir tərs baxdı. Kişi gördü ki, bu dəyirmançılardan deyil. Biraz da o yan bu yan eləsə, çəkib cəcənəyini ayıracaq. Yavaşca çəkilib bir tərəfdə durdu. Koroğlu özü də yaman ac idi. Dürat arpanı yeyənə qədər buğdanı da töküb üyütdü. Unluğa biraz su buraxıb tez xamır qatdı, ocaq çatdı, çörək bişirdi. Öküzün də birini kəsdi, kabab çəkdi. Yeyib daqqanın altını bərkitdi. Doyandan sonra dönüb kişiyə baxdı. Gördü kişi çirimişcə durub matdım-matdım baxır onun üzünə. Dedi: "Əmi, özünü itirmə. Bu şeyləri ki mən yedim, pulu neçə eləyir?" Kişi dinmədi. Koroğlu gördü ki, kişi ondan qorxub çıxartdı. Taxılın da, öküzün də pulunu 2 qat verib onu razı saldı. Sonra Düratı minib yola düşdü. Dəlilər, xanımlar Koroğludan çox nigaran idilər. Gözlərini yola dikib onu gözləyirdilər. Bir də gördülər ki, budur Koroğlu gəlir, amma necə gəlir? Dürat yədəyindən başını dikib aşağı. Özü də elədir ki, elə bir dəyirmançıdır. Dəlilər, xanımlar o saat başa düşdülər ki, Keçəl Həmzə dəyirmanda Koroğlunu aldadıb. Qıratı qaçırıb, hamı başını aşağı saldı. Nə bir salam, nə bir kəlam. Heç keyfini, halını da soruşmadılar. Koroğlu gəlib çatdı. Eyvaz onun qabağına çıxdı. Aldı görək nə dedi. "Təzə sövdəgər olubsan, bu sövdan mübarək olsun. Alış-veriş öyrənibsən, bu sövdan mübarək olsun. Niyə girdin dəyirmana, bizi qoydun yana-yana? Atı verdin Kaloğlana, bu sövdan mübarək olsun. Sən Eyvazı qoydun xəstə, get cömərddən mətləb istə. De bir neçə verdin üstə, bu sövdan mübarək olsun." Koroğlu neçə səfərləri getmişdi, amma heç olmamışdı ki, qaydanda dəlilər belə eləsinlər. Amma bu dəfə hələ o tərəfə dursun. Xanımlar, dəlilər bir tərəfə, xanımlar onun üzünə baxmırdı. Dəlilər salam vermirdi. Eyvazın töhmətli sözləri Koroğluya dağdan ağı gəlmişdi. Koroğlu da elə bir hala düşmüşdü ki, az qalırdı gözlərinə yaş gəlsin. Sazı sinəsinə basıb qəmli-qəmli dedi: "Keçər dövran belə qalmaz. Şad ol könül, nə məl olsa. Dəlilərin salam almaz, şad ol könül, nə məl olsa. Geydiyin igid kürküdür, dünya Süleyman mülküdür, dövlət ki var əl çirkidir, şad ol könül, nə məl olsa. Koroğluyam deyim sənə, ot tutub alışdı sinə. Aşıqlığım bəsdir mənə, şad ol könül, nə məl olsa." Dəlilər o qədər incimişdilər ki, bu sözlər də ürəklərini yumşatmadı. Heç birisi Koroğlunun üzünə baxmadı. Hələ bəziləri də başladılar dinib danışmağa. Birisi dedi: "İndi ki, biz dəlilərin sözü Koroğlunun yanında bir çürük qozdur, day bizim burada qalmağımızdan nə çıxar?" Söz Koroğluya acıq gəldi. Bir tərəfdən Qırat əldən getmişdi, bir tərəfdən Həmzə kimi Keçəlin biri onu aldatmışdı. Öz dərdi özünə bəs deyildi, indi də dəlilər belə deyirdilər. Özünü saxlaya bilməyib birdən qayıtdı. Qayıtdı ki, mən heç kəsi burada gücdə saxlamıram. Kim getmək istəyir, çıxıb getsin. At mənimdir, vermişəm, özüm bilərəm. Bu söz dəliləri götürdü. Hamısı vəlvələyə düşdü. Getmək üçün hazırlaşmağa başlamışdılar ki, Nigar işi belə görəndə ayağa durdu. Dəlilər dayandılar. Nigarın dəliləri arasında o qədər hörməti var idi ki, bir sözünü iki eləməzdilər. Dəli Həsən qayıdıb oturdu. Eyvaz oturdu. Dəmirçioğlu oturdu. Dəlilər hamısı bir-bir qayıdıb oturdu. Nigar özü də onların arasında oturub, üzünü də Koroğludan o yana çevirdi. Bu məlum müşkün vaxtında Nigarın küsməyi də Koroğlunun üləni lap qubarlatdı. Üzünü ona tutub dedi: "Uca dağların başında çıxmağı kimdən öyrəndin? Sən mənim dəli könlümü yıxmağı kimdən öyrəndin? Nə durubsan xaçın kimi? Mat görmədim maçın kimi, acıqlanmış laçın kimi baxmağı kimdən öyrəndin? Ərisin dağların qarı, tökülsün çaylara sarı, Koroğlunun gözəl yarı küsməyi kimdən öyrəndin?" Söz tamam oldu, amma Nigar heç bir cavab vermədi. Heç başını da qaldırıb onun üzünə baxmadı.
Gördü ki, yox, bu elə belə küsməş deyil. Nigar da üst çevirib bu Koroğluya hamısından bərk yer elədi. Sazı döşünə bastı, görək nə dedi. Ala gözlü Nigar xanım, üzün məndən niyə döndü? Sənə qurban şirin canım, üzün məndən niyə döndü? Qoyun otlar quzu ilə, ayağının tozu ilə, müxənnətin sözü ilə özün məndən niyə döndü? İgidin yatmasın vaxtı, yana çevrilməsin taxtı, Koroğlunun məlul vaxtı, üzün mənlə niyə döndü? Nigar bir tərs səs ona baxdı, dedi. Sən uşağı o yerə çatdırmamısan ki, dəlilərə gedin deyirsən. Onda əlini uzadıb sazı onun əlindən aldı, dedi. Binadan gözəl olmayan telin qədrini nə bilir? Çöldə gəzən boz sərçələr gülün qədrini nə bilir? Kəl qoşub çotan əkməyən, nanın süfrəyə tökməyən, arının qəhrini çəkməyən balın qədrini nə bilir? Utan, Qoç Koroğlu, utan. Dağların damənin tutan, sənin kimi başa çatan elin qədrini nə bilir? Ustad deyir ki, Koroğlu Nigar xanımı bu sözündən sonra bir kəlmə də kəsmədi. Öz taksirini başa düşdü. Durub bir baş getdi göy otların üstündə, üzü üstə 3 gün, 3 gecə tamam aç susuz yatdı. Dəlilər də başa düşdülər ki, pis ediblər. Ona ürək vermək yerinə biraz ürəyini sıxıblar. Qəlbinə toxunublar. Nə qədər o yan bu yana keçdilər, Koroğlu oyanmadı. Deyirlər ki, o belə vaxtlarında üzü üstə düşüb düz 3 gün 3 gecə yatardı. Dəmirçi oğlu dedi, Nigar xanım, bu iş Eyvazla səndən aşacaq. Siz gərək onun ürəyini alasınız. Nigar dedi, yaxşı qoy yatsın, durana macal, siz dağılıb gedin, gözünə görünməyim. Eyvaz onu mənim yanıma gətirər. Mən işi yoluna qoyaram. Dəlilər tədbir töhmətli olsunlar, sizə kimdən deyim, Koroğludan. 3 günün tamamında Koroğlu yuxudan gördü ki, Toqatda Hasan Paşanın qabağındadır, Qıratda atında. Diksinib yuxudan oyandı, baxdı ki, Eyvaz oturub başının üstündə. Özü də elədir ki, bircə sözə bənd dağılasın. Koroğlunun ürəyi səməndər kimi alışdı, yandı. Sazı bağrına basıb dedi, Səməndər burada bənzətmə, Səməndər quşuna bənzədir. Səməndər quşu necə idi, biz əfsanəsində görmüşdük. Çaxmaq kimi idi, dırnaqları vuranda yanırdı. Eyvaz məndən nə istərsən? Candı mı, başdı mı, nədir? Axıdırsan ala gözdən qandı mı, yaşdı mı, nədir? Məclisdə dolanmır sağın, sinəm üstə getməz dağın. Tökülübdür qaşqabağın, boran mı, qışdı mı, nədir? Dayan, Qoç Koroğlu, dayan. Sözlərini eylə bəyan, yatıbsan, qəflətdən oyan, gördüyün düşdü mü, nədir? Eyvaz dedi, dur gedək. Dəlilər, xanımlar səni gözləyir. Koroğlu dedi, yox Eyvaz, yalan deyirsən. Məncə dəliləri, xanımları özümdən elə incitdim, onlar day bir də mənim üzümə baxmazlar. Eyvaz nə qədər elədisə Koroğlu durmadı, dedi, yox Eyvaz. Mən gedib Qıratı gətirməyincə onların üzünə çıxa bilmərəm. Eyvaz dedi, bu fikrə mən də razıyam. De, onda dur ayağa, ceyin, yar-yaraq götür get. Koroğlu durdu ayağa. Elə bir addım atmışdı, bir də baxdı valla. Kimdisə bir saz çalır, bir oxuyur. Gəl görəsən. Qulaq verib gördü ki, çalıb oxuyan Nigarda. Amma elə çalır, elə oxuyur ki, göydə gedən quşlar da az qalır qanad saxlayıb tamaşaya dursun. Belə baxanda gördü Nigar yağı qoruğunun yanındakı çəmənin başında dayanıb, üzünü də ona tutub deyir, ay ağalar, ay qazılar, ay bu gələn yar olaydı. Haqdan beləymiş yazılar, ay bu gələn yar olaydı. Bağçalar olmasın narsız, heyvalar olmasın barsız, heç gözəl olmasın yarsız, ay bu gələn yar olaydı. Ay bir mürvət, çıxdı canım, müjganlarım tökdü qanım, sənə qurban Nigar xanım, ay bu gələn yar olardı. Eyvaz dedi, gördün ki, digəl, Koroğlu Nicara tərəf yönəldi. Gəlib çəmənə çatanda nə gördü? Burada bir məclis qurulub ki, gəl görəsən. Dəlilər, xanımlar, hamısı geyinib, keçinib onu gözləyir. Koroğlu məclisə girdi. Eyvaz özü saqi dolandırmağa başladı. Yedilər, istilər, keyfləri kör, damaqları çağladı. İnciklik yaddan çıxdı. Yenə də əvvəlki kimi oldular. Koroğlu Keçəl Həmzənin işini necə ki olmuşdu, onlara danışdı. Sonra sazı götürüb dedi, Allahı çağırıb düşərəm yola. Bu dərdi sinəmdə qala qoymaram. Qıratım həsrətdir, yolum gözləyir, düşmanlar əlində qala qoymaram. Ah çəkərəm hərdən, köysüm ötürürəm. Yola düşüb mətləbimi bitirirəm, ya ölərəm, ya Qıratı gətirirəm. Ayı dolansa da ilə qoymaram. Koroğluyam, Qoç oğluyam, qoçam mən. Çətindir ki, mərd meydanda qaçam mən, havada dövr edən tərlan quşam mən. Sarlar şikarımı ala qoymaram. Koroğlu ayaqdan
Geyindi, başdan qıfıllandı, başdan geyindi, ayaqdan qıfıllandı, misri qılıncı bağladı, qalxan aldı, qalxan asdı, əmud götürdü. Dava libasının üstündən bir çüş geyindi, çiynində də bir saz keçirdi. Tək başına payı-payda Toqata yola düşdü. Az getdi, çox getdi. Gecəni gündüzə qatdı, gündüz gecəyə qatdı, özünü Toqat şəhərinə yetirdi. Baxdı ki, hava qaranlıqlaşır. Bir qarının qapısını döyüb dedi: "Ay qarı nənə, bu gecəliyə məni qonaq saxlayarsanmı?" Qarı dedi: "Niyə saxlamıram? Qonaq Allah qonağıdır." Çoroğlu qarıya bir ovuc pul verib dedi: "İndi ki elədir, al mənə yemək hazırla." Qarı pulu çox görüb soruşdu. Paşalar hamısı onun bu fikrinə deməli soruşdu. Bu aralıqda nəsə gedibdi. Qoy onu mən tapım. Deməli, kitabdan biz bunun qalan hissəsini tapaq. Deməli, bu hissəsini tapaq bir dənə. Deməli, harda qalmışdıq? Qarıya deyir ki, bəs mənim üçün bir süfrə hazırla. Aha, hə. Deməli, hansı hissədir bu? Hə, dedi ki, deməli deyir ki, qarı dedi, niyə saxlamıram? Qonaq Allah qonağıdır. Çoroğlu qarıya bir ovuc pul verib dedi, indi ki elədir, al mənə yemək hazırla. Qarı pulu çox görüb soruşdu. Pulun qalanını neyləyim? Çoroğlu dedi, qalanı nədir? Hamısını al. Qarı soruşdu, heç anda bu qədər şeyi yeyirsən? Çoroğlu gülüb dedi, qonağım var, 10 adamlıq xörək bişir. Çoroğlu içəri girib oturdu. Qarı da tez ayağa durub bazara üz qoydu. Yağdan, düyüdən, ətdən alıb gətirib 10 adamlıq xörək hazırladı. Elə ki xörək hazır oldu, qarı gəldi ki, yaxşı, xörək hazırdır. Sənin də yoldaşların gəlmədi. Bəs nə eləyək? Çoroğlu dedi, onlar dayıcələsi olmadılar. Çək gətir buraya. Qarı dedi, elə hamısını. Çoroğlu dedi, bəli, elə hamısını. Qarı əvvəlcə inanmadı, sonra gördü ki, yox balam, bu elə düz danışır. Fikirləşdi ki, yaxşı, çəkib apararam. Bu day əjdaha zad deyir ki, bir qarnı var da, yediyini yeyər, qalanı da mənim 10-15 günümə bəsdir. Qərəz. Qarı ortalığa yekə bir mis məcməyi, plov qoyub çəkdi. Məcməyi təpə kimi qalandı. Yazıq qarı, nə qədər haqqanlı məcməyini yerdən götürə bilmədi. Çoroğlu işi belə görüb durub gəldi. Məcməyini götürüb evə gətirdi. Ortalığa qoydu, qollarını da çırmayıb əyləşdi. Qarı fikirləşdi ki, mənim oturub bununla bir yerdə yeməyim yaxşı deyir. O yeyər, doyar, qalanı da mən xırda-xırda yeyərəm. Çoroğlu qarını çağırdı ki, qarı nənə, gəl yeyək. Qarı dedi, sən ye, mən az deyiləm. Çoroğlu dedi, nə yemisən ki, az deyilsən? Gəl, sonra peşman olarsan. Qarı dedi, yox, sən ye, mən elə qoxusu ilə doymuşam. Çoroğlu bir də dedi, qarı nənə, gəl. Bax, sonra peşman olarsan, ha. Qarı yenə də naz elədi. Çoroğlu ilişdi plova. Birinci tişədə plovun ürəyini üzdü. İkincidə üçüncünü. Üçüncü qarı gördü ki, bir iki tişə də vursa məzməydə bir şey qalmayacaq. Düşdü ayağa ki, plovdan şişəcəyim. Ancaq day bir dəfə yemirəm demişəm. Düşmüşdü boynuna. Yaxınlaşa bilmirdi. Elə bu fikirdə idi ki, ay Allah, bir də çağıraydı, bir iki tikə mən də yeyəydim. Çoroğlu dedi, qarı nənə, gəl, peşman olarsan. Qarı tez çöktü məcməyinin başına. Qərəz yedilər, içdilər, qarınlarını doyurdular. Çoroğlu bir düzəldi, pələ bığlarını eşib qulaqların dalına keçirdi. Qarı da ortalığı yığışdırdı, əyləşib söhbətə başladılar. Qarı dedi, sənin qonaqların gəlmədi, bu sazı da ki, bir çalmadın. Çoroğlu dedi, eybi yox, sabah gələrlər, çalarıq. Qarı dedi, sabah mən evdə olmayacam, Həmzə bəyin toyuna gedəcəyəm. Çoroğlu dedi, nə? Həmzə bəy? Həmzə bəy kimdir? Qarı başladı ki, Həmzə bəy Hasan Paşanın kürəkənidir. Çox igid oğlandır. Gedib o Çoroğlu var ha, eşidibsən ki? Çoroğlu dedi, hə, eşitmişəm. Qarı dedi, hə, Həmzə gedib o Çoroğlunun atını gətirib. Hasan Paşa da ona bəylik verib, üstəlik də qızı Dona xanımı ona verib. Sabah da toylarıdır. Çoroğlu dedi, ay qarı,
Bəs Koroğlu o atını harda saxlayırlar? Baxın, əgər sizə düşsə ki, Koroğlu atının harda saxlanmağını, Həmzənin toyu olmağını kimdən eşitdi? Qarıdan eşitmişdi. Qarı dedi Hasan Paşanın tövləsində. Amma çar dəyməmiş, dəymiş deyirlər yaman bəddir. Yanına bir adam qoymur. Day Hasan Paşanın tövləsində mehdər qalmayıb, hamısını şilşüt eləyib. İndi aparamazsan, arpa samanını bacadan tökürlər. Gərəz Koroğlu öyrənməlisini öyrəndi, bilməlisini bildi, ondan qarıya dedi. Gecə keçir, gəlsənə yataq. Qarı dedi, nə olar? Elə mən də səhər tezdən toya gedəcəyim. İstəsən sən də gələrsən. Biraz salıb oxuyarsan. Nəmərdən zaddan alarsan. Gərəz gecəni yatdılar, səhər Koroğlu durdu. Geyinib keçindi, qarını çağırıb, bir ovuc da pul verdi, dedi, əgər gecə gəldim, şeydən meydan alarsan yeyərik. Yox, gəlmədim, özün üçün xərcləyəsən. Koroğlu sözünü qurtarıb sazı çiyninə saldı. Yavaş-yavaş gəlib paşanın imarətinə çatdı. Baxdı ki, bir toydu, gəl görəsən. Məclis paşa, bəy, xan, tacirlərlə doludur. Bəli, eşitdilər ki, aşıq gəlib, hamı sevindi. Koroğlunu çəkib məclisə apardılar. Amma baxdılar ki, bu aşıq heç onlara görən aşıq deyil. Boyuca, kürək enli, boynun əti cirdin-cirdin, bığlar kəl buynuzu kimi. Sirindən, sifətindən də zəhim tökülür. Məclisdəki paşalardan biri dedi, aşıq hara, aşıq hara, aşığısan. Koroğlu dedi, qafın o biri tayındanam, ağrını alım. Paşa dedi, Koroğlunu tanıyırsanmı aşıq? Koroğlu dedi, çox yaxşı tanıyıram. Bir dəfə o mənim başıma elə bir iş gətirib ki, dünya durduqca yadımdan çıxmayacaq. Hasan Paşa sordu, nə iş? Koroğlu dedi, paşa sağ olsun, o Koroğlunun bir çər dəymiş atı var. Çər dəymiş yəni çər dəymək bezdirən atı var. Adını da Qırat deyirlər. Paşalardan biri istədi danışsın ki, Hasan Paşa qoymadı. Koroğluya dedi, danış. Koroğlu dedi, hə paşa, at çox yaxşı atdı amma ki dəlidir. Günlərin bir günü yolla gedirdim, elə bax bu sazda çiynimdə. Bir də onu gördüm ki, məni qamarladılar. Yəni bəş-bəş yapışdılar. Gözümü bağlayıb dik götürdülər. Hara getdik, necə getdik bilmədim. Bir də gördüm, açdılar. Baxdım ki, bir dağın üstündəyəm. Qabağımda da bir kəlpeysərin biri dayanıb. Sən demə, bu da çənli belmiş, o kəlpeysər də Koroğlu. İndi denə bura niyə gətiriblər? Sən demə, bu atın yenə də dəlliyi tutub, nə qədər dava dərman eləyirlər, bir şey çıxmır. Yanına da adam qoymuş ki, qoymur. Kirinə kim keçirsə, şürküt eləyir. Yəni əlinə kim keçirsə. Axırda Koroğlunun bir kimyager, həkim dostu vardı. Onu tapırlar. Həkim corbacor deyir ki, bəs bu atın cini var, gərək bunun yanında 3 gün, 3 gecə saz salına, söz oxuna ki, bəlkə bunun cini yatar. O vaxtlar hələ Koroğlu çalıb oxumaq bilməzdi. Sən demə, məni başı, daşlını bunun üçün gətiriblərmiş. Qərəz, baş ağrısı olmasın. Məni itəlib saldılar bu atın yanına. 3 gündə mən nə çəkdim Allah bilir. Day o necə deyərlər, anadan əmdiyim süd burnumdan gəldi. Hasan Paşa tez soruşdu. Atı necə oldu? Sağaldı mı? Koroğlu dedi, sağaldı. Elə Koroğlu da ondan sonra çalıb oxumaq binasını qoydu. Deyirlər ki, indi yenə də 5-də 10-da bir atın cini tutur, Day Koroğlu özü çalıb oxuyub onu sağaldır. Yenə paşalardan biri istədi danışsın. Hasan Paşa gözünü ona ağartdı. Sonra aşpağısı çağırdı ki, apar aşığı yedir, içir, doydur, sonra buraya gətir. Aşpaz Koroğlunu götürüb aşpazxanaya apardı. Hasan Paşa o qədər gözlədi ki, onlar məclisdən çıxdılar. Sonra yavaşca paşaları dedi, qoy yesin, doysun, gəlsin, atın dərdini dedi, dərmanını da özünə elətdirəcəyəm. Paşalar hamısı onun bu fikrinə əhsən dedi, kef başladı. Deməli, kef başladı. Hardaydı? Paşalar kef eləməkdə olsun, biz Koroğlu necə oldu? Biz görək Koroğlu necə oldu. Aşpaz Koroğlunu gətirdi aşpazxanaya. Bir böyüsünü pilov gətirdi. Bir qabda şərab döşdü, qoydu qabağına. Koroğlu soruşdu, bu nədir? Aşpaz dedi, sənin üçün qoymuşam da, ye. Koroğlu dedi, aya, bu heç mənim dişimin dibində qalmaz. Burada nə var ki, mən nə yeyim? Aşpaz dedi, evin yıxılsın. Day ondan da artıq yeməyəcəksən ki, gör bir nə qədərdir. Koroğlu dedi, aya, zarafat eləmə. Bəri elə görüm. Əlini atıb qazanlardan birini çəkdi qabağına. Bir pəncə, 2 pəncə. 3-cü pəncədə aşpaz baxdı ki, sıxdı qazmağa. Deməli, tutdu Koroğlunun əlindən ki, sən olasan o inandığın, bir mənə de görüm sən kimsən.
Aradamısan? Koroğlu elə bildi ki, aşpaz onu istəyən adamdır, dedi. Koroğlunun adını eşidirsənmi? Elə söz Koroğlunun ağzından çıxacaq, aşpaz bağırdı. İstədi havar çəksin, Koroğlu dik qalxıb tutdu onun hülqumundan, yavaşca belindən 2 qat qatlayıb bastı boş qazanın içinə. Ağzını örtdü, özü də üstündə əyləşib o biri qazanı çəkdi qabağına. Gərəz, neçə qazan boşaltdı, bilmirəm neçə tuluq boşaltdı, bilmirəm, baxdı ki, day doyub, özünü düzəltdi. Yağlı əlləri ilə bığlarını da eşib durdu ayağa. Gəldi paşaların məclisinə. Hasan Paşa soruşdu. Aşıq doydunmu? Koroğlu dedi, bəli, qurban olum, doydum. Hasan Paşa dedi, indi biraz çal, oxu qulaq asın. Koroğlu sazı köklədi, dedi. Kimdən deyim? Hasan Paşa dedi, sən deyirsən ki, qıratı görmüsən. Biraz onun tərifini de, xasiyyətindən, nişanından oxu, görək necə atdı. Koroğlu dedi, Paşa sağ olsun. Çər dəymiş çox yaxşı atdı, bircə o cini olmayan. Ondan sazı bastı döşünə, dedi. Paşa, sənə nişan verim qıratı. Əbrişim ipəkdən yalı gərəkdir. Bir mina boyunlu uca sağrılı, bir yarım huqqadan nalı gərəkdir. Armıdı dırnaqlı hündür boyunlu, meydana girəndə 100 min oyunlu, dəyirman mədəli, ac qurt yeyimli, ortası qolana dolu gərəkdir. Qaranlıq gecədə yol çaşırmayan, düşmən qabağından ər düşürməyən, üstündə əl-ayaq yığışırılmayan Koroğlunun atı dəli gərəkdir. Söz tamama yetdi, Hasan Paşa dedi. Aşıq, dediyin haman o qırat bu saat mənim tövləmdədir. İndi döcürüm, mən ki onun Koroğlunun əlindən çıxarmışam. Mən icidəm Koroğlu. Koroğlu dedi, Paşa, əgər doğrudan da belədirsə, onda sən icid adamsan. Ancaq paşam, icidlik ondur. Sən onun birini eləmişsən. Qulaq as, birini də mən sənə deyim. Sənə deyim, qoç icidin nişanın. Aça yağlarla meydan gərəkdir. Meydan gərəkdir. Nərə çəkib atılanda ortaya, qaça qabağından düşman gərəkdir. Təslim deyib, qərniminə enməyə, əcəl çağı yoldaşından dönməyə. Düşman qabağından heç vaxt sinməyə, meydanlarda qızmış aslan gərəkdir. Qoç Koroğlu meydan açıb öyünü, namərd sinəsinə çəkər düyünü. Az qurtlardan saldırmağa qoyunu, qurd ağızlı qoçaq oğlan gərəkdir. Hasan Paşa dedi, aşıq birini eləmişəm, 9-unu da görərsən. İndi səni aparacağam qıratın yanına, bir bax gör odu ya yox. Koroğlu bunu eşitcək sazı bastı bağrına, dedi, canım qırat, gözüm qırat. Ya Rəbb, qırat dururmu ola? Hasan Paşa mehdərləri otun suyun verirmi ona? Qırata xələt biçəndə, üstündə badə içəndə, şeşbər yalmandan keçəndə sərxoş yeyirmi ola? Qoç Koroğlu hanı? Dostunla düşmanın tanı, qırat ilə Eyvaz xanı bir də gözüm görürmü ola? Söz tamam oldu, Hasan Paşa ayağa durub dedi, gedək aşıq. Koroğlu dedi, gedək paşa. Amma bu başdan şərtimi sizə deyim. Hamımız belə gedək, tövlənin ağzına. Mən Koroğlunun sözlərindən birini oxuyum, siz də qapının deşiyindən baxın. Əgər mənim çalmağım, oxumağım ata əsər elədi, sözüm yoxdur, girərəm. Yox, əgər eləmədi, onda lap istəyir boynumu vur. Mən onun yanına girən deyiləm. Mən ondan gördüyümü görmüşəm. Paşa razı oldu. Koroğlu qabaqda, paşalar dalda düzəldilər yola. Hasan Paşa üzdə razı olmuşdu, amma dalda da adamlarına tapşırmışdı ki, göz eləyəndə aşağı itəliyib qıratın yanına salsınlar. Qapını da bağlasınlar ki, bəlkə öz canının qorxusundan atı sağalda. Bəli, gəl hacər, hamısı bir yerə gəlib çıxdılar tövlənin qabağına. Koroğlu qapının deşiyindən baxdı, gördü valla qırat elə bir qoxu alıb, gözlərini dikib qapıya. Elə baxır ki, adamın ürəyi yanır. Tez geri çəkildi, dedi, hə paşa, indi mən çalıb oxuyacağım, siz də baxın. Paşalar arı kimi savuşdular qapının çaplarına. Koroğlu başladı, dedi, bizim elin dəliləri. Girər meydana mərd ola. Önüncə meydandan qaçmaz, girəndə meydan gərd olur. Sarp qayalarda yurd olmaz. Müxənnətə söz dərd olmaz. Çaqqal əniyi qurd olmaz, yenə qurd oğlu qurd olur. Dəlilərin fovçu, at minib düşmanı qovuc. Belində Misri qılıncı Koroğlu kimi mərd olum. Qırat Koroğlunun səsini eşitsək, az qaldı tövlənin başını götürsün.
Elə oynadı ki, gəl görəsən. Hasan Paşa yanındakı adamlara sağ islahat qoymadı. Sevindiyindən onu dürtmələdi, bunu dirsəklədi, hamını çimdikdən keçirdi. Koroğlu qurtaracaq, Hasan Paşa özünü atdı onun üstünə ki, aşıq tez ol, gir içəriyə. Səni dünya malı ilə qane eləyəcəm. İndi Koroğlu tanıyar ki, biz kimik. Qoy indi 5 özündən deyəndə, onda bizdən desin. Qapı açıldı, Koroğlunu itələyib saldılar Qıratın yanına. At Koroğlunu görəcək kişnədi. Elə kişnədi ki, damdaş dərsiyə gəldi. Koroğlunun ürəyi atlandı. Sazı bastı döşünə dedi. Çənli beldən səni deyib gəlmişəm. Alma gözlüm, qız bir çəklim, Qırat gəl. Alma gözlüm, qız bir çəklim, Qırat gəl. Dəmir libas polad geyib gəlmişəm. Alma gözlüm, qız bir çəklim, Qırat gəl. Əzəldən biləydim sənin halını, əşrəfindən kəstirərdim nalını, yüz gözələ toxudardım çulunu, alma gözlü, qız bir çəkli, Qırat gəl. Neçə vaxtı qoydum məni piyada, Cümbəcündən müxənnətlər yaxşı yetdi murada, Cümbəcündən dərdim oldu ziyada, alma gözlü, qız bir çəklim, Qırat gəl. Qabaqda qalırmı arpan səhərə, üzəncilər nə yaraşır yəhərə, dəlilər salmışdı məni qəhərə, alma gözlüm, qız bir çəklim, Qırat gəl. Mənim atım atılar, qulaqları qarğı kimi çatılar. Ucuzluqdan 1000 tümənə satılar, alma gözlü, qız bir çəklim, Qırat gəl. Koroğlu bu sözü qurtarıb, sazı bir tərəfə qoydu. Qucaqlayıb atın üzündən, gözündən öpüb, duz kimi yalamağa başladı. Qırat da burnunu onun qoynuna, qoltuğuna soxub, elə ilərdi ki, elə bir inək balasını eləyirdi. Koroğlu elə bir birdən yuxudan ayıldı, öz-özünə dedi, ey dili qafil, nə elirsən? Sən yağı içindəsən, özünü tanıdırsan. Tez qapıya yaxınlaşıb dedi, paşa, İndi siz biraz aralı durun, mən atı çıxardım, gəzdirim. Biraz hava zad dəysin, sonra tapşırım özünüzə. Amma paşa bilmirəm, gərək məni razı salasan. Hasan Paşa dedi, arxayın ulaşı. Səni qızıla qoyulayacağam. Amma hələ biz çəkilməmiş, çıxarma. Ziyanlıq zad eləyər. Hasan Paşa qabaqda, qalan paşalar da dalda daban aldılar. Haraya? Bir başqalarının burcuna. Orada oturub başladılar gözləməyə. Elə ki, paşalar getdi, Koroğlu ətrafa baxıb gördü, yəhər bir tərəfdədir. Götürüb bastı atın belinə. Koroğlu atı yəhərləməkdə olsun, paşalar burcda gözləməkdə sənə kimdən deyim, Keçər Həmzədən. Keçər Həmzə olmuşdu Həmzə bəy. Bu gündəki toy idi. Axırı ki, mətləbinə çatmışdı. Day dünyada bir kef var idi, o da Həmzədə idi. Elə ki, toy günü oldu, səhər tezdən Həmzə durub bəy paltarını geyindi, bəy papağını başına qoydu. Keç əlini örtdü, adamların gözündən yayınıb, özünü verdi Dona xanımın pəncərəsinin qabağına. Dona xanım imarətli meydanın yanında idi. O pəncərədə oturub cəmaata tanış elirdi. Bir də gördü ki, budur. Həmzə bir tozlana gəlir ki, elə bir xodkar oğludur. Gözlədi. Həmzə gəlib pəncərənin altına çatanda başını çıxarıb dedi, ədə Həmzə. Həmzə səsindən onu tanıdı. Ürəyi meydan kimi açıldı. Tez başını çıxarıb dedi, can Həmzə. Həmzə deyən dillərinə Həmzə qurban olsun. Nə buyurursan? Dona xanım dedi, Həmzə, görəsən mənim başı batmış adam, məni vermək üçün daha bir adam tapa bilmədi, elə gərək sənə verəydi. Həmzə dedi, xanım mənim kimi adam ki, o da tapaydı. Kim mənim kimi icid ola bilər ki, gedib Koroğlunu, Qıratını gətirər. Dona dedi, ədə Keçər, bəs sən heç tutanmadın bir qızdan ötürü gedib elə bir icidin atını oğurladın? Həmzə dedi, xanım, niyə elə deyirsən? Bu oğurluq deyil, buna oğurluq deməzlər, bu icidlikdir. Koroğlunun atını gətirmək, özünü gətirməklə tən yarıdır. Hələ biraz da ondan artıqdır. Dona xanım dedi, Həmzə, indi ki belə oldu, bax budur, sənə deyirəm. Ya gərək gedib Koroğlunun özünü də gətirəsin. Mən baxam, görəm o necə oğlandır. Ya da məndən sənə arvad olmayacaq. Həmzəni gülmək tutdu, ucadan bir şaqqanaq vurub gülüb dedi, rəhmətliyin qızı, mən hələ onun dilsiz, ağızsız, qılınsız, qəməlsiz atını gətirmişəm. Atın onun əlindən aciz avara qalıb. Day az qalıb ki, bütün Osmanlı qoşununu yığıb buraya töysün. Yenə də o atın öhdəsindən gələ bilmir. Koroğlu özü buraya gəlsə gör nə olar. Onda gərək atan kəlmə-i şəhadətini bu başdan deyər ki, onda Həmzə dedi, bir də ki, xanım, da iş işdən keçib. Bugün bizim toyumuzdur. Dona xanım dedi. İstəyir bir toy olmasın, 1000 toy olsun.
Koroğlu, buraya gəlməyincə məndən sənə arvad olmayacaq. Dona xanım sözünü deyib hirslə pəncərədən çəkildi. Həmzənin dərdi artdı. Qaldı məhətdə ki, neyləsin? Bu da paşaya deyilməli söz deyir ki, gedib deyər ki, ya şikayət eləyər ki, ya qol kağızına zaddan alam. Deyər, o da cavabında deyər ki, ay Afəl oğlu Əfəl, sən məndən qız istədin, mən də verdim. Get, o sən, o da arvadı. Nə edirsən özün bilərsiniz. Dona xanım da dediyindən çətin dönə. Həmzə elə bu fikir xəyala gəlib çatdı meydana. Baxdı ki, meydanda qaça-qaçdı. Soruşdu, aya nə var? Haraya qaçırsınız? Əhvalatı ona danışdılar. Həmzə belə baxanda gördü ki, paşalar da hamısı dırmaşıblar burca. Məsələni başa düşdü. Bildi ki, aşıqsat sözdür. Gələn Koroğlu özüdür. Tez özünü verdi tövlənin qabağına. Elə Həmzə tövlənin qabağında, tövlənin qapısı açıldı. Həmzə baxdı ki, bəli, Qoç Koroğlu qıratı da yedəkləyibdi, tövlədən çıxır. Tez yürüyüb üzərcini bastı ki, Koroğlu, söz dəyirmandakıdır. Koroğlu belə baxanda gördü, üzəngini basan Həmzədir, dedi. Aya, Koroğlan, de görün bir qızı ala bildimmi ya yox? Deyəsən sir sifətini düzəldibsən. Həmzə dedi, Can Koroğlu, sir sifətimi düzəltmişəm, qızı da almışam. Sənin bu gəlməyin lap işi düzəltdi. Sən gəlməsəydin, işim şuluq idi. Koroğlu soruşdu, necə? Həmzə Dona xanımın hərbi qadağasını ona dedi. Koroğlu gülüb dedi, ay bəs Hasan Paşa hanı? Həmzə dedi, qıratın qorxusuna qaçıb dırmaşıb qalanın burcuna. Koroğlu dedi, dayan. Görün də onun başını nə həncam açacağam. Həmzə dedi, Koroğlu, sən qırat üçün gəlmişdin, onu da minmisən. Mən sənin yerinə olsam, səssiz sədasız sürüb çıxıb gedərəm. Koroğlu dedi, əgər atı səssiz sədası aparsam, mən də olaram Həmzə. Onda sənlə mənim aramda təfavüt oldu. Həmzə başını salıb aşağı, Koroğlu dedi, utanma, de görün bu qaladan çıxmaq üçün neçə yol var. Həmzə dedi, 5. Ancaq gərək qoşun bəndləri kəsməmiş sən qaladan çıxasan. Yoxsa sonra çətin olar. Koroğlu Həmzə ilə görüşüb, ata bir üzəngi göstərdi. At bayaqa özünü yetirdi meydana. Süzüb düz dayandı meydanın ortasında. Hasan Paşa dedi, ay aşıq, sənin at minməyində varmış ki, nə yaxşı sürürsən. Koroğlu dedi, laf eləmə Hasan Paşa. Ağır-ağır ellərim var. Bir tamaşa eyləyəsən, qılınc salan qollarım var. Uca dağlardan daşlanı, ağır alaylar boşlanı, gəlsələr dava başlanı, icid-icid dəllərim var. Mən anadan mərd olmuşam. O çənli beldən gəlmişəm, Koroğluyam, at minmişəm. 100.000 belə fellərim var. Koroğlu meydana gərdişi eləməkdə olsun, eşit sənə deyim Həmzədən. Həmzə oradan birbaşa özünü yetirdi Dona xanımın pəncərəsinə. Çağırdı ki, ay Dona xanım. Dona xanım gəldi pəncərəyə ki, nə var ədə? Həmzə dedi, muştuluğumu ver, gəlmişəm səni atanın toyuna çağıram. Dona xanım dedi, adı nə danışsan, atanın toyu nədir? Həmzə dedi, atanın toyudur da, indi bu saat başlanır. Səhər bizim toyumuzu deyil, indi də Hasan Paşanın toyudur. Bir meydana bax. Dona xanım baxdı ki, meydanın düz ortasında bir oğlan qıratın üstündə dayanıb. Dedi, ədə, o kimdir elə? Həmzə dedi, Dona xanım, axı ki, bu bahanən də kəsidir, Koroğlu. Dona xanım əvvəl inanmadı. Bir də baxanda gördü ki, vallah, bu atlı meydanda bir gərdiş eləyir ki. Üzünü tutub Hasan Paşaya dedi, Murad bəyli deyirlər bizə, meydanda mərdlik işləni. Qoç igidlər oğul törər, düşman gözündən beşlənim. Uca dağlarda duraram, çəkib bəzircan vuraram, gündə 3 içki quraram, 100.000 tümənlər xərclənim. Hay deyəndə haylarım var, hoy deyəndə hoylarım var, qurtlarım var, aylarım var, hay vursam şəhrim boşlanır. Koroğlu oxuyanda paşalardan biri əyilib Hasan Paşaya dedi, Hasan Paşa, mənə nə deyəcəksən deyil, sənin bu aşığından gözüm su içmir, bu deyəsən səndə belə damıdır. Həlalab az qalıram deyəm ki, elə Koroğlu özüdür. Hasan Paşa elə bil yatmışdı, yuxudan uyandı. Dişsinib qalxıb dedi. Yox aşı, yəni biz o qədər axmaq olduq ki, o gəlib bizi belə biləyinə sarıdı. Paşa dedi, Hasan Paşa, sən mənim sözümü qəlibçiliyə salma, bu Koroğludur. Adam yolla, Həmzə bəyi çağırdır, ondan soruşar. Həmzəni çağırdılar. Hasan Paşa soruşdu. Aya Həmzə, bax gör o Koroğlu deyil ki. Həmzə baxdı ki, Koroğlu qıratın üstündə. Bundan sonra 1000 dənə də Hasan Paşa gəlsin, ona bir şey eləyə bilməz. Yalandan bir əlini gözlərinin üstünə qoyub baxdı, qışqırdı ki, eviniz yıxılsın, Koroğlu olmayanda bəs kimdir? Atı ona kim verdi? Elə bil dünya aləm. Hasan Paşanın gözlərində qaraldı. Tez qoşun böyüklərinə əmr elədi ki, bütün yolları, bəndləri tutsunlar. Qoşun hərəkətə gəldi. Koroğlu baxdı ki, qoşun yolun birini tutdu. Üzünü Hasan Paşaya tutub dedi, bir qasiddən xəbər aldım, 5'dir qalanın yolları.
Hayqırdım, tüplər dağıldı, boşdu qalanın yolları. Bunu deyib Koroğlu özünü ikinci yola vurdu. Qoşun qabağı kəsdi. Koroğlu Misir qılıncı çəkib özünü qoşuna verdi. De birini, beşini, onunu, 15-ini qoşun dağıldı. Koroğlu atı vurdu yola. Gördü at çətinlik çəkir. Qəsdən yola o qədər daş tökmüşdülər ki, Koroğlu gördü ki, atın ayaqları inciyəcək. Bir tərəfdən də onu burçlardan oxa basırlar. Atın başını döndərib yenə meydana qayıtdı, dedi. Kamandar atar oxunu, al eylədin mən çoxunu. Qırat tökər nalmıxını, daşdı qalanın yolları. Sözünü deyib özünü vurdu üçüncü yola. Bir tərəfdən Qırat, bir tərəfdən Koroğlu, özü də Hasan Paşanın qoşununa qoşunluq qoymadılar. Qırıb tökdülər, amma sən gəl ki, qoşunun dalı kəsilmirdi. Biri öldürürdü, beşi gəldi. Koroğlu yolların hansına özünü vurdusa, aradan çıxa bilmədi. Doy yollarda leşin üstünə qalandı. Koroğlu təzədən atı meydana qaytarıb dedi. Koroğlu deməz yalanım. Hay vursam, ölkəm talanım. Leşin üstə qalanım. Leşdir qalanın yolları. Koroğlu Toqat qalasının üç tərəfi quru idi, bir tərəfi də su. Bu da ki, Tona çayı idi. Hasan Paşa qəsdən üç tərəfi tutturub, çay tərəfi açıq qoymuşdu ki, Koroğlunu da bu yolla öldürsünlər. Ya da ki, özünü çaya vurub orada boğsunlar. O bilirdi ki, Tona çayından salamat çıxmaq olmaz. Koroğlu bu tərəfə, bir ətrafa baxdı, bir də dönüb çaya baxdı. Sonra əyildi, Qıratın boynunu qucaqlayıb dedi. Mindim Qıratın belinə, kaş ki düşman 100 olaydı. Çəkəndə Misri qılıncı dərə təpə düz olaydı. Atı minmişəm gəzməyə, düşman bağrını əzməyə, Tona çayını üzməyə, Qırat bir qəvvaz olaydı. Verin 7 illik xaracı, paşalar gətirsin bacı, Koroğlu çəkib qılıncı, düşmən üzbəyüz olaydı. Bunu deyib Koroğlu atı vurdu Tona çayına. At qulaqlarına qədər batdı suya, su çıxdı Koroğlunun qurşağına. Koroğlu baxdı ki, su ata güc eləyir, at suya güc edir. Gördü, yox, belə olsa su atı yıxacaqdı. Bir dəlini əri çəkib dedi, Ceylana bənzər qaçışın, addımla qurban qoluna. Tərlana bənzər uçuşun, əl çatmaz ipək yalına. Kəstirəm gümüşdən yəhər, tumarlaram axşam səhər. Götür buradan qaç bir təhər, sikkə vurduram nalına. Koroğluyam güman belə. Deməyindən gəlməz dilə, məni çıxar çənli belə, qotaz düzdürürəm çoluna. Koroğlunun sözü ata elə bir qol qanat verdi. O daha üzüb çaydan çıxdı. Koroğlu dönüb geriyə baxdı. Gördü Hasan Paşa hələ də burcdadır. Çağırıb dedi, Hasan Paşa, bu dəfə burca çıxdın, əlimdən qurtardın. Görüm gələn dəfə hara çıxasan. Eybi yoxdur, borclunun sağlığın istər. Görüşərik. Sözünü deyib Koroğlu yol başladı. Gəl Hacə, gəlib çənli belə çatdı. Qırat çənli belin qoxusunu alcaq elə kişnədi ki, dağlar, daşlar dilə gəldi. Dəlilər töküldülər, atı tutdular. Koroğlunu düşürdüb gətirdilər. Hamı yığıldı. Soruşdular ki, Koroğlu, danış görək nə elədin? Atı necə gətirdin? Koroğlu ta dəyirmanda Həmzə ilə söhbətindən Tona çayınacan bütün əhvalatı danışdı. Dəlilər onu incitdiklərini peşman oldular. Başlarını aşağı saldılar. Koroğlu dedi, utanmayın, siz haqlı idiniz. Mən gərək etibar eləyib açarları ona verməyəydim. Ancaq bir işi də oldu, amma siz də yadınızdan çıxarmayın ki, mən Koroğluyam. Nigar xanım gördü ki, Koroğlu yenə qızışır, tez söhbəti zarafata çevirdi. Dəlilərə göz basıb dedi, Koroğlu, biz sənin Koroğlu olmağını bilirik. Əgər bilməsəydik, sənin başına yığılmazdıq. Düz deyicəksən, qocaqsan, iş üzü bilənsən, amma belə sir sifətdən çox qarasan, ey. Dəlilər hamısı gülüşdü. Koroğlu özü də güldü. Sonra sazı döşünə basıb dedi, mənə qara deyən gözəl, qaşların qara deyilmi? Tökülübdü dal gərdana, saçların qara deyilmi? Çənli beldə qurdum binə, bənzəyirsən aya, günə, ağ üzündə dənə-dənə xalların qara deyilmi? Koroğlu mayıldı sizə, qulaq verin saza, sözə, siyah sürmə ala gözə çəkibsən, qara deyilmi? Müstəqil süjet xətti olan bir əsərdir. Bu eposda ideya xalqa arxalanmayan güc asanlıqla məğlub edilə bilər. Mətnin mövzu və ideyasına uyğun atalar sözü də ehtiyatlı icidin anası ağlamaz. İcidlik, qorxmazlıq təbliğ olunur. Oğurluq, hiləgərlik, namərdlik tənqid olunur. Koroğlu və dəlilərin bütün döyüşlərdə qalib gəlməsi dastan söyləyicilərinin gələcəyə nişbin baxışının ifadəsidir. Bu qolda paşalar Koroğludan canlarını qurtarmaq üçün onu aradan götürmək istəyirdilər. Koroğlunun düşmənləri də öz aralarında mehriban
deyildilər. Məclisdə dialoqda iştirak edənlərin birində nitq şəxsi maraq, hiyləgərlik mövqeyi müşahidə olunurdu. Qol xodkarın qurduğu məclisdə başlayır. Qolda qoşma və cərayirlərə yer verilmişdir. Xodkar üçün həll olunmalı problem Koroğlunun məhv edilməsi idi. Problemin həlli isə iki yolu vardı. Qıratın qaçırması, problemin həllinin icraçısı isə Həmzə idi. İstifadə olunan atalar sözləri borclunun sağlığını istər, asta qaçan namərddir. Xarakter və davranışca fərqli olan obrazlar Koroğlu bu qolda səhvləri olur. Dəlilər və xanımın etirazına baxmayaraq Həmzənin Çənlibeldə yaşamasına razılıq verir. Yenə etirazlara baxmayaraq Dürat ona tapşırır. Bu Koroğluya baha başa gəlir. O bəlkə də ilk dəfə silah yoldaşları və xanımın dediyinə, etirazına əhəmiyyət vermir. Həmzənin Çənlibeldə yaşamasına imkan yaradır və ona etibar edir. Heç kimə məğlub olmayan Koroğlu Həmzəyə məğlub olma səbəbi də onu tamam yad olan üslubun seçilməsidir. Həmzənin xəyanətini Koroğluya heç cür qavraya bilmir. Onun namərd hərəkətini bu mərd, saf qəhrəman anlamaqda, izah etməkdə çətinlik çəkir. Dəyirman qarşısında dialoq Koroğlu və Həmzənin mənəvi aləmi, həyata baxışı barədə dolğun təsəvvür yaradır. Koroğluya görə bir qıza görə at vermək, xəyanət eləmək təəccüblü gəlir. Ay zalım, belə atı da bir qıza verərlərmi deyir. Hətta orada 80 deyir, 80-lərdən danışır. Bax orada dəlilərə sərt danışan, ağır dəqiqələr yaşayan Koroğlu 3 gün 3 gecə ac-susuz yatmasının bir səbəbi də yoxsul təbəqədən olan Həmzənin görülməmiş xəyanəti atdığı şərəfsiz addımın olur, amma Koroğlu onu bağışlayır. Özünü Hasan birdən desələr bağışlamır, amma bağışlayır. Yəni heç nə etmir. Sadəcə ondan yolu soruşur ki, neçə yol var. Özünü Hasan Paşanın məclisində gəldikdə qafın alnı tərəfindən gələn aşıq kimi tanıdır. Koroğlu Dürata gətirməyə gedəndə Eyvazdan 7 badə şərab istəyir. Baxın, yadınızda saxlayın bunları mütləq. Qıratı gətirməyə gedəndə məclis qrup birlikdə yeyib içib tək başına yola düşür. Koroğlu Həmzəyə Qıratın dəyərini deyəndə Həmzə bildirir ki, narahat olma. Atı dünya malına verməyəcəyəm. Eyvaz Koroğlunu Qıratı əldən verib gedəndə bu sövdan mübarək olsun cəralisini deyir. Nigar xanım dəlilərin getməyini razı olmayıb, onları geri qaytaranda Koroğlu üzünə baxmır. Koroğlu kimdən öyrəndin cəralisini da Nigar xanıma deyir. Şad ol, könlündə məl olsan cəralisində isə dünyanın Süleyman mülkü olduğunu, var dövlətin isə əl çirki olduğunu vurğulayır. Nigar xanımı və dəlilərin küslüyünü görən Koroğlu 3 gün 3 gecə ac susuz yatır. Burada Koroğlu aşıq kimi Qıratın yanına aparanda hava almaq bəhanəsi ilə Qıratı çölə çıxarır. Koroğlu Toqatdan qaçmaq üçün özünü Qıratla birlikdə Tona çayına vurur. Əvvəl at keçə bilməsə də, sonra Koroğlunun dediyi, onun şəninə dediklərindən sonra at sanki cuşa gəlir və keçə bilir. Həmzə Koroğluya xəyanət edir, amma xaraktercə ziddiyyətlidir. Yəni biz tuta bilmirik, bu yaxşı xarakterdir. Ziddiyyətli xarakter deyəndə pis xarakterlidir, yoxsa yaxşı xarakterlidir bilmirik. Onun əsas məqsədi Dona xanımla evlənməkdir. Ona görə də Qıratı qaçırsa da Koroğluya söz verir ki, nə vaxtsa gəlsən sənə verəcəyəm Qıratı. Qıratı gətirməyə gedən Keçəl Həmzə olur. Koroğluya özünü ilxıçı kimi tanıdır. Koroğlu tərəfindən Çaloğlan adı verilir ona. Həmzə cəmaət arasında hörmət qazanmaq üçün Qıratı gətirib Hasan Paşanın qızı ilə evlənmək istəyir. Hasan Paşa ona Qıratı gətirməyin qarşılığında mən səni dünya malına qane edərəm, bəylik verərəm, oğulluq görərəm deyir, amma heç biri ilə razılaşmır, qızını istəyir. Çünki düşünür ki, əgər Hasan Paşanın kürəkəni olacaqsa, bunların hamısını onsuz da bir dəfəlik əldə edəcəkdir. Hasan Paşaya sözündən dönməsin deyə hətta hər kəsin içində öz dilindən kağız aldırıb möhrünü də vurdurur. Dona xanım Həmzəyə Koroğlunu görməsə ərə getməyəcəyini deyir. Həmzə sözünü tutub Qıratın üzəngisini basanda Koroğluya deyir ki, Dona xanım Koroğlunu görməsə onunla evlənməyəcək. Həmzə Koroğluya qaladan çıxmaq üçün 5 yol olduğunu bildirir. Və Koroğlu da bunu onsuz da dilə gətirir ki, bir nəfərdən, qasiddən mən bu yolun 5 olduğunu eşitmişəm. Hasan Paşa da çox bacarıqlı qoşun böyüdür. Dava eləməyin min bir fəndini bilən adamdır. Hasan Paşa Koroğlunun atasını gözlərini çıxartdırmağı Həsən xana tapşırmışdı. Çox hiyləgər olan bu Paşa Koroğlunu məhv etməklə həm rəğbət, həm də yüksək vəzifə qazanmaq istəyirdi. Paşa məqsədinə çatmaq üçün həzz şərəfsizliyə özünü rəva bilir. Hətta ən çox istədiyi qızlarını da birini Bolu bəyə,
Dünya xanımı Bolu bəyə, Duna xanım isə Keçəl Həmzəyə verməyi belə düşünür. İkinci məclisi Həsən Paşa Toqatda verir. Koroğlu ilə qarşılaşmağa kimsənin cəsarəti yox idi. Koroğlunun üstünə üç tərəfdən qoşun çəkməyə məsləhət görür. Həsən Paşa əmr edir ki, 2 bayda doldurub içinə 2 ləl salsın. Kim ki bu baydanı içib ləli cibinə qoysa üzərinə getsə, Toqat paşalığını və qızlarından birini ona verəcək. Hücuma keçmək planı. 1. Ərzincanla Bolu bəy, Qarsdan Ərəb Reyhan, Toqatdan isə Həsən Paşa. Mehdər Murtuzun təklifi ilə razılaşıb Qıratı oğurlamaq qərarına gəlirlər. Koroğlu ilə döyüşdə qorxudan bürcə çıxır. Xodkar isə boyda az görünsə də danışığı nitqi ilə özünü yaxşı tanıdır. Qorxaq adam kimi, aciz vəziyyətə düşən bir adam kimi göstərilir və Koroğlunu aradan qaldırmaqla ən böyük arzusu Koroğlunu aradan qaldırmaqdır. İlanı Seyid Əhmədəli ilə tutarlar fikri də Xodkarın təşkil etdiyi məclisdəki bəylərlə paşalara məxsusdur. Yəni bu Xodkara məxsus deyil. Xodkar Həsən Paşaya 40 gün möhlət verir, Koroğlunu tutub gətirsin deyə, qarşılığında ona sədrəzəmlik təklif edir. Koroğlunun qarşısına aciz qaldığını Xodkar özü dili ilə Həsən Paşaya deyir, şəhərə karvan buraxmır deyir. Yəni biz Xodkarın öz dilindən eşidirik ki, Koroğlunun əlində aciz qalıbdır. Bolu bəy Koroğlunu tutmaqda Dünya xanımı almaq istəyir, çox hiyləgər adamdır. Şeytana da papağı tikib təpəsində deşik qoyar. Qəzəlalı və Mehdər Murtuz isə ona qoşulacağı təqdirdə Koroğlunun üzərinə getməyə razı olduğunu bildirir. Nigar xanım yaşından, mövqeyindən asılı olmayaraq bütün dəlilər onu ana kimi sevir və hörmət edir. Bir sözünü iki eləmirlər. Hətta Koroğlu dəliləri kim istəyir gedə bilər deyəndə, onlar ayaqlanıb getmək istəyəndə Nigar xanımın bir sözü ilə geri qayıdıb əyləşirlər. Qəzəlalı ən güclü pəhlivandır. Mehdər Murtuz isə getdiyi Koroğluya mehdərlik etmişdir. Koroğlunun igidliyinin yarısı Qıratdadır deyən də Mehdər Murtuzdur.